Tavşanın səsi, ümidin və dərin dərdlərin nağılı uzaq zamanlarda Azərbaycanın şimalında, dağların qoynunda yerləşən qədim ənənələrin, səmimi insan münasibətlərinin və torpağın öz səsini fısıldadığı bir kənd vardı. Bu kənd Günəşabad adlanırdı. Hər küncündə min illərin acısı və sevincini daşıyan bu torpaq insanlara həm dərin düşüncələr bəxş edir, həm də ürəklərdə ümid işığı yandırırdı. Günəşabadın sakinləri, əcdadlarından qalan ənənələri, yerli adət-ənənələri və təbiətin bənzərsiz gözəlliyini yaşatmağa böyük diqqət göstərirdilər. Kəndin mərkəzində uzun illərin dərsini vermiş, ağıllı və mərhəmətli İsmail bəy yaşayırdı. Onun həyatı təkcə kəndin mədəniyyətinə deyil, həm də insanın özündəki dərin duyğulara, sevgi və acıların, ümid və kədərin ahənginə həsr olunmuşdu. İsmail bəyin yanındakı kiçik, lakin nəcib ailəsi, onun övladları Rafiq və Zərifə, kəndin bütün canlılarına, torpağa və təbiətə qarşı sarsılmaz bağlılıq hissi bəxş edirdi. Bir payız səhəri, kəndin dar küçələrindən altın rəngli yarpaqlar havada uçuşarkən, Rafiq çay kənarında gəzinti zamanı gözəl, lakin qəribə bir mənzərə ilə rastlaşdı. Çayın sularında nazik qanadlı, çevik hərəkətlə üzən bir tavşan vardı. Bu tavşan digər bütün canlılardan fərqli olaraq sanki o özündə bir sirr, həm də dərin bir dərd daşıyırdı. Onun gözlərində təravətli bir kədər, bədənində isə sərbəstliyin və ümidin işığı oxunurdu. Rafiq həmin an o tavşanın gözlərində sanki öz içindəki acı və ümidin dərinliyini hiss etdi. O, bir anlıq orada dayandı, sanki bu canlı, keçmişin dərdlərini və gələcəyin ümidini simvolizə edilmiş kimi ruhuna təsir etdi. Kəndə qayıdarkən Rafiq atası İsmail bəyin yanına gedərək, "Atam, mən çay kənarında qəribə bir canlı gördüm." O, tavşan idi, amma adi tavşan değildi, onun gözlərində bir kədər, bədənində isə sərbəstlik və ümid var idi, deyə izah etdi. İsmail bəy sakitcə başını yelləyərək, "Hər canlı özündə bir nağıl daşıyır, Rafiq oğlum. Bəlkə də o tavşan bizim unudulmuş hisslərimizin, keçmişin və gələcəyin səsini gətirən bir əlamətdir," dedi. O sözlər Rafiqin qəlbində dərin düşüncələr oyatdı və o, tavşanın səsini sanki bir müəllim kimi öz içindəki duyğuları daha yaxşı anlamağa başladı. Günlər keçdikcə kənddə tavşanın hekayəsi dildə dolaşmağa başladı. Hər kəs bu nazik və zərif canlının torpağın və çayın sularında sərbəst üzüntüsünü və eyni zamanda yaşamaq üçün daşıdığı ümidin simvolunu danışırdı. Zərifə, incə ruhlu qız hər gün axşamüstü çay kənarına gedir, həmin tavşanı axtarır və gördüyü mənzərədən ilham alaraq şeir yazırdı. Onun şeirlərində hər kəlmə həm keçmişin acısını, həm də gələcəyin ümidini özündə cəmləşdirirdi. Hər canlının içində bir səs var, bir hekayə var, bəzilərimiz bu səsləri eşidə bilmirik, amma təbiət bizə hər an, hər yerdə söyləyir, deyə Zərifə yazdığı şeirlərdə ifadə edirdi. Bir gün kəndin böyük meydanından insanlar toplaşmış, qocaların, gənclərin və uşaqların birlikdə keçirdiyi, tarixin və ənənələrin danışıldığı bir toplantı təşkil edildi. İsmail bəy tarixi hadisələri və insanın qəlbində yatan sirlər haqqında danışarkən, bizim torpağımız hər daşında, hər ağacında min illərin hekayəsini daşıyır. Həmin hekayələrdən biri də çayın sularında sərbəst üzən o tavşanın hekayəsidir. O, bəlkə də bizim unudulmuş ümidimizin, acılarımızın və yaşamaq arzumuzun simvoludur, deyə söz aldı. Toplantıda hər kəs o tavşanın mənasına dair öz fikirlərini bölüşdü, bəziləri onu azadlığın, bəziləri isə qəlbdəki dərin kədərin təcəssümü kimi görürdü. Bu müzakirələrdən ilhamlanan Rafiq, kəndin yaşlılarından öyrəndiyi qədim nağılları və əfsanələri xatırlayaraq, o tavşanın sirlərini araşdırmağa qərar verdi. O, kəndin hər küncünü gəzir, torpağın, çayın və meşələrin hər bir səsinə qulaq asırdı. Hər dəfə o, təbiətin sədasını eşidərkən, sanki öz içindəki dərin hisslərin də işığa çıxdığını və bütün acıların, kədərlərin, amma eyni zamanda ümidin də bənzərsiz simvolunu tapdığını hiss edirdi. O, artıq anladı ki, o tavşan yalnız çayın sularında üzən bir canlı deyil, o, həm də hər insanın içində gizlənmiş olan, unudulmuş xatirələrin, sevginin və yaşamaq arzusunun simvolu idi. Günlərdən bir gün Rafiq kəndin kənarındakı geniş meşəyə doğru yola çıxdı. O, meşənin sərinliyindən ağacların arasında təbiətin bütün rəng və səsini öz içində daşıyan o anları hiss edirdi. Biraz irəlilədikdən sonra o, təkrar o tavşanı gördü. Bu dəfə tavşan yalnız çay kənarında deyil, meşənin kənarındakı kiçik bir düzlüklərdə yavaş-yavaş sanki kədərini və ümidini paylaşırdı. Rafiq ona yaxınlaşmağa qərar verdi və diqqətlə onun hərəkətlərini izləməklə sanki hər addımında öz qəlbində dərin izlər qoyan bir müəllimin sözlərini eşidirdi.
Tavşanın sakitliyi, onun hərəkətlərindəki zəriflik və sanki bütün həyatın sirlərini daşıyan baxışları Rafiqin ruhunu dərindən titrətdi. O an başa düşdü ki, hər canlı bəlkə də öz hekayəsini danışır və hər birimizin içində həmin hekayənin bir parçası var. Rafiq meşədə keçirdiyi vaxt ərzində kəndin köhnə nəsillərindən eşidilmiş hekayələri xatırladı. O, atası İsmail bəyin sözlərinin torpaq bizə öyrədir ki, hər kəsin öz içində bir səs, bir işıq var. O işıq bəzən acı, bəzən də şirin olur, amma hər halda insanı yaşamağa məcbur edir, deyə söylədiyini yad etdi. O an qərar verdi ki, kəndin vətənpərvər ruhunu, həyatın sərt reallıqları ilə barışmış, amma hələ də ümid dolu olan o qəlbi daha da yaxşı anlamaq üçün tavşanın səsinə qulaq asacaq və o səsdən ilham alaraq öz içindəki sirləri kəşf edəcəkdi. Kəndə qayıtdıqdan sonra Rafiq ailəsi və dostları ilə birlikdə o tavşanın hekayəsini kəndin hər küncündə, hər qoca, hər gənc arasında yaymağa başladı. O, yazdığı hekayələri və şeirləri kəndin meydanında, evlərin pəncərələrində, məktəblərdə və dini məclislərdə paylaşırdı. Hər kəs bu hekayələrin içindən öz həyatının acı və şirin xatirələrini, həm də gələcəyə dair ümidlərini tapırdı. Zərifə də öz yazdığı şeirlərlə hər kəsin qəlbində o tavşanın simvolizə etdiyi azadlığı, ümidin və sevgini canlandırırdı. O, təbiət bizə demək istəyir ki, hər kəsin içində həyatın bütün rənglərini, kədərini və sevincini daşıyan o səs var. O səs heç vaxt susmur, hər zaman eşidilir, deyərək sözlərini dərinləşdirirdi. İllər keçdikcə Günəşabadın sakinləri o tavşanın hekayəsindən ilham alaraq təbiətin, torpağın və insanlıq dəyərlərinin daha da dərin mənasını anladılar. Kənddə hər kəs o səsi, o canlı simvolu xatırlayır, çünki o, yalnız çayın sularında üzən bir canlı deyildi, o, insan qəlbinin ən incə, ən səmimi, bəzən kədərli, bəzən də parlaq ümid dolu hekayəsini təcəssüm etdirirdi. Hər dəfə meşə yollarında, çay kənarlarında və ya sakit kənd meydanlarında gəzərkən insanlar o tavşanın səsini, sanki öz içlərindəki unudulmuş arzuları, sevgi və ümidləri yenidən oyanan bir melodiyanı eşidirdilər. Beləliklə, Günəşabadın tarixi yalnız keçmişin vətənpərvərlik dastanları ilə yox, həm də hər bir insanın içindəki o dərin səs, o tavşanın ilham verici hərəkətləri ilə zənginləşdi. İsmail bəyin övladları Rafiq, Zərifə və onların dostları kəndin sükutlu və əbədi varlığını, təbiətin və insan qəlbinin harmoniyasını qoruyaraq gələcək nəsillərə bu unikal irsi çatdırdılar. Onlar anladılar ki, hər canlının, hər varlığın içində həyatın əbədi dövranını, həm acı, həm də şirin hekayəni daşıyan bir səs var. Və beləliklə tavşanın səsi, ümidin və dərin dərdlərin nağılı adlı bu dastan Günəşabadın sakit torpağında hər kəsin ürəyində min illərin sirlərini, sevgisini və ümidini birləşdirərək bir əbədi iz buraxdı. Hər kəs bilir ki, təbiətin hər bir canlısında, insanın da içində unudulmaz bir səs və həyatın özü var. O səs bəzən kədərli, bəzən də sevinc dolu, lakin hər halda yaşamaq üçün lazımlı ümid və sevgi daşıyır. Bu hekayə yalnız bir tavşanın həyat yolu deyildi, o, həm də insanın, torpağın və təbiətin ahəngində unudulmuş dərin hisslərin, acıların, sevginin və ümidin simvoluna çevrildi. Günəşabadın sakinləri hər dəfə o tavşanın səsini eşitdikcə öz qəlblərində yeni yollar açır, keçmişin dərslərini xatırlayır və gələcəyə inamla baxırdılar. Hər səhər çayın sularında üzən o nazik siluet, kəndin hər bir evində, hər bir kəlmədə, hər bir ürəkdə yaşayaraq əbədi bir mirasa çevrildi. Beləliklə, bu nağıl Günəşabadın vətənpərvər ruhunu, təbiətin sükutlu və dərin sədasını və hər kəsin içində gizlənən, yaşamaq üçün daim yanan ümid işığını təcəssüm etdirərək min illərin dərslərini, acılarını və sevincini gələcək nəsillərə ötürməkdə davam etdi. İnsanlar hər dəfə o tavşanın səsini xatırlayarkən bilirdilər ki, həyatın ən dəyərli qüvvəti, sevgi, inam və ümid heç vaxt sönməz, çünki o, hər birimizin qəlbində, torpağın dərinliyində və təbiətin hər küncündə əbədi olaraq yaşamağa davam edir. Bu, səmimi, dərin və hər kəsin özündə axtardığı, bəlkə də biraz kədərli, amma eyni zamanda sonsuz ümid dolu bir nağıl idi. Hər kəs bilir ki, təbiət yalnız daşlardan, ağaclardan və suların axınından ibarət deyil, o, həm də hər bir canlının içində, insanın qəlbində, sevdiyi və sevilən hər bir varlıqda yaşayan əbədi səsin, həyatın və ümidin simvoludur. Və beləliklə Günəşabadın tarix kitablarında dərin düşüncələr bəxş edən şeir və nağıllarda hər zaman o tavşanın səsi unudulmaz bir simvol kimi qalacaq, insanlara hər kəsin içində əbədi olaraq sevgi və ümidin nə qədər qiymətli olduğunu xatırladacaq.